Herkese salam, kanalıma hoş gelmişsiniz. Aparıcı Risale Əlizade sosyal medya hesabında yepyeni videolar paylaşıp onun kızı Diləklə paylaştığı videolar izleyiciler tarafından maraqla qarşılanıb. Sözü gedən foto ve videoları sizlere təqdim edirəm. Bu seher çok maraqlı pişkiler hazırlamışam. Böyle formalar kesmişim. Çok güzeldiler. Çok tatlıdır. Ve desem ki size bunu kartoşkanı püre eləyib sonra un qatıp hazırlamışam, bilmem. İnanarsınız, inanmazsınız. Baxın, belə çok lezzetlidir. Ve hazırladığım paellanı göstermek istedim size. Geçen dəfə dur vəziyyətdəydi. Baxın. İndi tam özünü tutup. Bunu da qəşəng qoysam bunun üstüne. Belə. Çayla içirsən səhər-səhər. Etaş'a gelmişim. Əziz xanımlar, bilirsiniz yəqin ki, Etaş artıq yeni məkana köçüb. Şəhərin mərkəzində, İçəri şəhər metrosunun tam yaxınlığındadır. Təzəbəy hamamıdır, üzbəy üzdür və gözəllik, belə deyim də, rahatlıq, eyni zamanda lüks istəyən xanımlar rahatlıqla bölüb gəlsinlər. Bizim əziz dostumuzun məkanına illerin peşəkarı Elmar Həsənov yenə də öz dəstək xəttində öz sözünü deyir. Ustaları da, məkanda, dizaynda, qulluqda, hər şey möhtəşəm. Baxın. Mübarək. Böcəklərdən qoxusanda böcək almışım. Paranı yedi. Güzelsin. Tıklan bakın. Tıklan bakın saçlarına. Git. Gelir başsın tebrik eləməyə. Bakın bir oz. Sağ salamat. Safuş təzə cheesecake tapıb. Tadını bilmirəm, amma forması bilirsiniz nədir? Belə tembel arvadların cheesecake-idir də. Düzəltməyə ərinib götürüb tökürsən uşaqların qabağına, ala ye. Sən Allah bu nədir? Yemisən sən bundan.